Bu ildə qorxularımızdan danışacağam. Bəzi qorxularımız var ki, onlar bizim reallığımızı əks etdirdiyi təqdirdə, yəni real qorxular olduğu təqdirdə, bəzi qorxular var ki, onlar heç də reallığı əks etdirmir, yəni real deyillər, sadəcə düşüncələrimizin və inamımızın fonunda yaranır. Gəlin bunları ayırd etməyə çalışaq. Belə ki, real qorxularımız, məsələn, hər hansı bir vəhşi heyvanın, itin, nə bilim, meşədə gedərkən ayının hücumu zamanı bizdə yaranan qorxu çox real olduğu təqdirdə, amma hər hansı bir səbəb yox ikən bizdə baş verən qorxu. Məsələn, tutaq ki, sən hər hansı bir layihəyə yazıb vermək istəyirsən və ya ola bilər ki, xaricə səyahətə getmək istəyirsən və ya da ki, xaricdə yaşamaq istəyirsən və ya bir biznes qurmaq istəyirsən. Amma burada səni tətikləyən qorxuda nələrsə var. Hansı ki, alınmaz, yetərsizəm, birdən alınmaz və mən biabır olaram, tənqid olaram kimi qorxular var arxa fonda. Hansı ki, bu qorxular bəlkə də heç indiyə qədər yəni belə bir təcrübələrin olmayıb, bunları yaşamamısan, amma buna baxmayaraq bu qorxular səndə var. Bu qorxuların səbəbləri bir çox hallarda bizim ya böyüdüyümüz ailədə valideynlərimizin təlqin elədiyi fikirlərdir. Hansı ki, yəni sən tutaq ki, yaxşı uşaq olmalısan, sən bunları mükəmməl etməlisən. Həddindən çox bəlkə mükəmməliyyətçi, tənqidçi bir ailədə böyümüşüksə və ya da ki, arxa fonda məsələn biznes quranlar haqqında belə bir fikirlər səslənibsə ki, biznes qurmaq çətindir, bizim tutaq ki, işimiz deyil, yəni bizim bir növ belə deyək də, qura biləcəyimiz, edə biləcəyimiz bir şey deyil. Bu kimi fikirlər səslənibsə və bu zaman təbii ki, bu bir qədər çətinləşir. Ona görə də burada özünə verməli olduğum bir sual var ki, bu qorxular həqiqətimi əks etdirirmi? Ümumiyyətlə, içimdə bir növ məni izləyən, məni tənqid etməyə çalışan, məni tetikləyən və eləcə də hərəkət etməmə mane olan bu səs həqiqətimi əks etdirirmi, yoxsa yox? Çünki bu səs bir çox hallarda səni motivasiyasızlığa, ertələməyə və ya da ki, bir növ hərəkətsizliyə və ya da ki, tənbəllik adını verdiyin bir duruma düşməyinə səbəb olur.